Növbəti bir mənzildə hamınızı salamlayıram dəyərli YouTube kanalımın izləyiciləri. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağına yaxın Albalı Uşaq bağçasının tam yanında 18 mərtəbəli binanın 12-ci mərtəbəsində 76 kvadrat ümumi sahəyə malik, qanuni 2 otaqlı, kubcalı, təmirli bir mənzili sizlərə təqdim edirəm. Ev sahibi müəyyən müddət özü yaşayıb, hal-hazırda böyük ölçülü evə köçdüyü üçün bu mənzili satır. Mənzilimizin giriş hissəsidir. Daxil olduqda belə bir dəhliz koridor hissəsi var. Baxın, planlama bu şəkildədir. Qonaq otağı, yataq otağı, mətbəx hissəsi, geniş bir eyvana çıxış var. Baxın, bütün otaqlardan eyvana çıxmaq mümkündür. İlk öncə dəhliz hissədən başladım. Gəlin sağdan etibarən təqdim edim sizlərə. Burada bir giriş qaridoru yerləşdirilib. Bu mənzildə qalacaq. Baxın, belə bir geniş qonaq otağı var. Ölçüsü kifayət qədər genişdir. Hündürlüyü çox gözəldir. Mənzildə qeyd edim ki, yəni əşyalar götürüləcək stroyla, yəni divara bərkidilən əşyalar qalacaq. Kondisioner, çılçıraq, pərdə, kombi, batarya bu şəkildə qalacaq. Amma əşyalar yəni gördüyünüz kimi hazırlanıb, hal-hazırda mənzilin ev sahibi digər mənzilə köçür. Qonaq otağının genişliyini gördünüz. Alıb öz zövqünüzə uyğun yüngül kosmetik də əldə gəzdirə bilərsiniz. Qiymət baxımından çox gözəl qiymət də var. Videonun sonunda sizlərə qeyd edəcəm. Burada mənzilin yataq otağıdır. Dediyim o geniş eyvana buradan da çıxış var. Baxın, görürsünüz, bu şəkildədir. Yataq otağımız. Keçirik digər hissələrə. Burada mənzilin hamam tualet hissəsi yerləşir. Hamam tualet bir yerdədir. Kabin hissə yığılıb. Aksesuarlarla təmin olunub. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Baxın, belə bir mətbəx hissəsi var. Mətbəxdən də eyvana çıxış var. Mətbəx mebeli qalacaq. Mətbəx mebelinin aksesuarları qalacaq. Soyuducu və paltar yuyan maşın ev sahibi tərəfindən götürüləcək. Bunlar öncədən deyək, alıcılar məlumatlı olsunlar. Mənzilimiz haqqında ümumi məlumatı qeyd edəcəm. İlk öncə bina haqqında məlumat verir. Bina kifayət qədər keyfiyyətli binadır. Geniş həyəti, 2 sürətli lifti, yeraltı dayanacağı var. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlıqda məktəb, bağça və yaşayış obyektlərlə zəngin bir ərazidədir. Evimiz isə 18 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. 76 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqdır. Pridelkomi proyekt nədirsə o şəkildə də qalıb. Sənəd kubçadır. Qeydiyyatda heç kim yoxdur. Mənzil alqı-satqı günü də alıcıya təhvil verilir. Qiyməti 185 min manat deyir ev sahibi. İndi reallıq olarsa gəlib ev sahibindən görüşüb bazarlıq edə bilərsiniz. Mənzil haqqında bu qədər. Açar məndə olacaq. Gün ərzində mənzilə əyani şəkildə baxmaq istəyənlər gəlib əyani şəkildə də baxa bilər. Daha doğru və ətraflı məlumat üçün əlaqə nömrəmiz mövcuddur. Əlaqə saxlaya bilər, mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişlərdə görüşənədək.